Paşa Həkim, bilirsiniz mənim üçün də maraqlıdır. Hər dəfə siz başınıza gələn bu bizim xəstələrimizlə maraqlı bir hadisələr olur və istəyirəm ki, bununla bağlı bir siz də qısa danışasınız və dəyərli Mübariz bəy, sizin də başınıza nəsə bir maraqlı hadisə gəlib, ustadlardan dərs almışsınız, ustadları görmüsünüz. Ona kimi siz də fikirləşin və Vüqar bəy, siz də indi Niyazi cavandır, inşallah gələcək verilişə deyəcək ki, demirəm, verilişimizin bəlkə uzun ömürlü oldu. 50-60 yaşında deyəcək ki, Mübarizi görmüşəm, Vüqar Qobulunu görmüşəm, maraqlı bir hadisə danışacaq. Doktor, qısa istəyirəm bir danışasınız ki, başınıza hansı maraqlı hadisə gəlib bu xəstələrin müalicəsi? Hər verilişdə bir başıma gələn, rast olduğum bir əhvalatı danışıram. Demək, bu yaxında bir qız pasiyent gəlibdir. 35 yaşı var, hələ ailə qura bilmir. Deyir ki, nə ailə qurmaqda işim alınmır, nə işə girə bilmirəm. Həm də ki, hər ildə deyir, xəstələnirəm, müxtəlif ildə ən azından bir dəfə, bu 35 ildə deyir, hər il ən azından bir dəfə əməliyyata düşürəm, ya vaxt xəstələnirəm. Mesela bu adamda bütün işler hamısı tərsinə gedir. Nəsə biraz müayinə elədim buna, söhbət yuxulardan düşdü. Dedim ki, yuxuda nə görürsən? Bu gecə dedim, bu gecə nə görmüşsən yuxuda? Dedi ki, nənəmi görmüşəm, ata nənəmi. Dedim, nə deyirdi sana? Dedi ki, mənə yalvarırdı ki, ay bala, məni baxışda, bəs sənə görə burada məni incidirlər. Dedim ki, o sənə nə eləyə bilər ki, incidirlər, nə eləmişdi sənə? Deyir ki, heç nə bilməm, mən o öləndə deyir, mənim 5 yaşım var idi, amma ki, heç yadıma da düşmür. Amma yuxuda görəndə deyir, bilirəm ki, bu mənim nənəmdir və yalvarır ki, mənə halallıq ver, sənə görə məni incidirlər. Dedim, o təsadüfən sən anan onun haqqında nə danışır, nəsə ana pislik eləməyib ki, bir negativ şeylər, pis şeylər eləməyib ki, o vaxtında ana. Deyir, anam deyir, həmişə söhbət düşəndə, nənəmdən söhbət düşəndə deyir ki, mən deyir, təzə gələn olan kimi deyir, o mənə qarşı deyir, nələrsə eləyirdi, pis ağırlıq verirdi deyir mənə, məsələn, əsəblərimi pozurdu. Evdən deyir, məsələn, girirdim, nəsə elə bir əşyalar tapırdım ki, o xoşa gəlməyən bir şeylər idi, pis enerji verən bir şeylər olurdu deyir. Bu da deyir, sonra mənə pis təsir edirdi və dedim ki, bax buna görədir həmən o yalvarışı. Demək, təzə gəlin olanda ana başlayıb, qaynana başlayıb bu gəlinin üzərinə pis şeylər eləməyə, nələrsə eləyibdir, indi magik şeylər falan da mən çox açıqlamıram. Ondan sonra həmən gəlin hamilə qalıbdır. Hamilə qalanda o bütün ağırlıqlar, bütün o mənfi enerjilər ana bətnində toplanır və uşağın üzərinə çöküb orada. Uşaq doğulanda artıq o tuşlarda bir şey deyirlər, bir ifadə işləyirlər, çiləli doğulubdur. Bax, uşaq çiləli doğulur, mənfi enerji ilə doğulur. O bütün 35 yaşı var, nə ailə qura bilmir, nə işə girə bilmir, nə də ki, sağlamlığı əl vermir. Hər il deyir, mən xəstəxanaya düşürəm, şeylərim. Bax, ona görə də, ana da, onun nənəsi indi yalvarır ki, məni baxışda, sən burada narahat olduqsan, məni orada incidirlər. Bax, mən bu məsələ ona görə çəkirəm ki, bilmirəm bu efirə gedəcək, getməyəcək. Amma ki, bunu mən insanlara ona görə demək istəyirəm ki, insanlar əgər o dünyada rahat yatmaq istəyirlərsə, bu dünyada əllərini diş qoysunlar. Heç kimə pislik eləməsinlər. Çünki pislik eləyən adam sonra girir yuxusuna, kiminsə yuxusuna gedib yalvarmayın, dizin sürünməyin ki, məni baxışda halallıq ver. Elə bu dünyada siz o halallığı qazanın insanlardan ki, o dünyada əziyyət çəkməyəsiniz, əzab çəkməyəsiniz.